Uşaq evində uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Sinif yoldaşı ona noğul vermir və Arif otağına gedib çarpayısına uzanıb 2 gün ağlayır. Xalq artisti Arif Əlioğlu Quliyev 1950-ci ilin mayın 16-sında o vaxtki Əli Bayramlı, indiki Şirvan şəhərində anadan olub. 3 yaşı olanda qara çarşaflı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim sənə peçeni alıb gəlirəm. Axşam saat 8-ə qədər 3 yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyib. Uşaq evi müdiri işdən çıxıb evə gedəndə qapının qarşısında 3 yaşlı uşağı görür və məsələdən hali olub onu uşaq evinə aparır. Bir naməlum insan tərəfindən uşaq evinə gətirilmişəm. Adımı da orada yazıblar, familiyam. Yəni orada da mən 30 uşağı idi, amma bilmirdik onlar kim hardandır, necədir. Yəni mən onlarla qonşuydum. Can deyib can eşidirəm. Qızlar vardı, mən onlara bacı deyirdim, oğlanlara qardaş deyirdim və biz də bu həyatı o 7-8 il uşaq evində mən onu görmüşəm. Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yahya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda müəllim pis olur və ona deyir ki, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir. Qoy Əli sənin köməyin olsun. Bundan sonra pionerə keçirirlər. Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib çarpayısına uzanıb 2 gün ağlayır. Bir neçə gündən sonra isə xalq artisti Lütfiyar İmanova 4-cü sinif şagirdi kimi məktub yazıb ondan noğul istəyir. Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsilə bir bağlama noğul yollayır. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayır. Ona noğul verməyən uşağı isə bir ağacın altında tək dayanan görür və ona yaxınlaşır. Noğuldan bir ovuc həmin oğlanın ovucuna tökür. 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumuna imtahan verir. 2 imtahan keçir. Birindən kəsilir. Artıq internatda yaşamaq hüququ da başa çatdıqdan sonra küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Onun direktoru Cavahir xanım Arifi görüb yanına çağırır. Biləndə ki, onun heç kimi və qalmağı yeri yoxdur, Arifi özü ilə evinə aparır. Paltarlarını yuyub ona xörək verir. Ertəsi gün isə texnikumun dram və kino aktyorluğu fakültəsinə qəbul edir. Elə bilməyin ki, mən hər gördüyümü, eşitdiyimi, bildiyimi hamıya deyirəm. Ancaq sizə deyəcəm, sizə kimi göz ona deyərəm. Çünki mən özüm sir saxlayaram, heç də demirəm. Bir günləri o biri evdən arvad qışqıra gəl. Ay kişi, qoyma, uşaq qəzeti yer, ay kişi, qoyma. Ay kişi, al əlinə, gör nədən yer, ay kişi, al əlinə. Arif Quliyev qocalar evinə gedəndə ora atılan ana və ataların qarşısında diz çöküb ağlayır. İllərlə onlar kimi ata və anasını axtardığını deyir. O ömrünün sonuna qədər valideynlərinin həsrətini çəksə də, valideynləri onu atdığına görə heç vaxt onları qınamayıb. Əksinə, onları onu dünyaya gətirdikləri üçün valideynlərinə can sağlığı arzulayıb. 1968-ci ildə texnikumu bitirib Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilir. Burada işləyən vaxt Mərkəzi Komitənin tədbirində teatrın çıxışı nəzərdə tutulur. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir və bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya teatrına dəvət edilir. Günlərin birində Arif teatrla birgə tibb texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman o hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında
maraqlanır. Sevdiyi qıza elçiliyə getməyə Arifin heç kimi olmadığından işlədiyi musiqili komediya teatrının aktyoru Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Eldəniz Zeynalov və Siyavuş Aslan onun elçiliyi üçün Gülzar xanımgilin evinə gedirlər. Evə girəndə Arif Quliyevin şəkli olan afişanı görürlər. 1977-ci ildə Gülzar adlı xanımla ailə həyatı qurur. Toyunun tamadası Eldəniz Rəsulov olur. Bu evlilikdən onların 2 oğlu və 1 qızı dünyaya gəlir. Toy ərəfəsində bir qadın onun yanına gəlib anası olduğunu deyir. Arif onun dediyi nişanələrə əhəmiyyət vermədən həmin qadını anası kimi qəbul edib. Onunla ünsiyyət qurur, toyuna dəvət edir və sonrakı illərdə isə özünün Arifin anası hesab edən 19 qadın ona müraciət edir. Arif onların hamısını anası kimi qəbul edir və heç birinin xətrinə dəymir. Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur. Uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Bu barədə o mətbuata verdiyi açıqlamasında deyir: "Oğlum belimi qırdı. Onun yoxluğu ilə barışmaq dözülməzdir. Allah heç bir valideynə övlad dərdi verməsin." Yaxşı ata olmuşam. Sevindim ki evladım olub, oğlum oldu. Sonra ikinci oğlum oldu. Sonra da üçüncü kızım oldu. 3 evlad atasıyam. Biri müəyyənə səbəblərə görə Allah rəhmət eləsin. Rəhmətə getdi. Böyük itkidir. Evlad itkisi böyük itkidir. Evlada çox qiymət verdim. Ona görə ki mənim düzü də atam olmayıb, valideynlərim olmayıb. Elə bilirdim ki, o mənim atamdır, arxamdır. Arif müəllim, Mən onu özümə arxa bilirdim, bir ata bilirdim. Yəni evladların heç bir zaman biri-birindən ayrılmaq olmaz. Onlar bir ağacın meyvələridirlər. Meyve isə nə qədər o deyir, biri şirin, biri biraz şirin, kəmşirin, hamısı valideyn üçün eynidir. Necə ki, mənim oynadığım, ifa elədiyim obrazlar mənim evladlarımdır. Mən necə deyə bilərəm ki, birini istəyirəm, birini istəmirəm, biri yadımdadır, biri yadımda deyil. Onlara mən can qoymuşam. Onları mən hərəkətə gətirmişəm. Obrazları, rolları ki, insanlara onlar yaxın olurlar. Arif Quliyev 7 may 2021-ci ildə koronavirus xəstəliyindən vəfat edir. Mən ümumiyyətlə həmişə istəmişəm ki, hamının hər şeyi olsun, ondan sonra biraz da məndə olsun. Həyatımda olmayayım ki, məndən bir adam incisin. Mən də gedirəm.